Veriliş uşaqların tərbiyəsini pozursa, baxmasınlar. 18 noyabr tarixli və gündəm xəbərinin efirində bir açıqlamanı diqqətinizə çatdırırıq. Belə ki, müxtəlif media platformalarının mövcud olduğu şəraitdə bütün problemləri yalnız Nazirliyin üzərinə qoymaq doğru yanaşma deyil. Hər kəs əvvəlcə öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı və dəyişikliklərə özündən başlamalıdır. Məsələn, efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar. Gündəm xəbər Qafqaz İnfoya istinadən xəbər verir ki, bunu son günlər müzakirəyə səbəb olan məsələlərlə bağlı jurnalistlərə açıqlamasında Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov deyib. O bildirib ki, biz hər zaman Mədəniyyət Nazirliyi olaraq bir tərəfdən irsə, digər tərəfdən isə eksperimentə, yəni yeniliklərə yol açmaq məqsədi ilə bağlı müzakirələr apararıq. Mədəniyyət sahəsində tez-tez nəyə görə bəzi musiqi xadimləri dövlət tədbirlərinə dəvət olunmur kimi iradlar səslənir. Məsələ ilə bağlı bildirilib ki, dövlət tərəfindən müxtəlif dəstək mexanizmləri olsa da, yaradıcı fəaliyyət üçün bugün sosial şəbəkələr və beynəlxalq platformalar daha çox imkanlar açır. Elektron musiqi, alternativ və eksperimental janrlar artıq qlobal auditoriya qazanıb. YouTube və Spotify kimi platformalarda bəzi Azərbaycan ifaçılarının dinlənmə sayı ölkə əhalisinin sayını belə keçib. Bu isə Mədəniyyət Nazirliyinin deyil, qlobal rəqəmsal səhnənin təsirini göstərir. Əgər musiqi xadimlərinin düzgün iradları varsa bildirsinlər. Biz hər şeyi hamıdan yaxşı bilə bilmərik və bunun üçün onlarla sıx əməkdaşlıqda olmalıyıq deyə Mədəniyyət Nazirliyinin müşaviri bildirib.